Hər vaxtınız xeyir olsun, dəyərli müştərilərim. Xırdalanda 7 nömrəli məktəbə çox yaxın bir yerdə, bir 30 metr məsafəsi olan bir yerdə bir evin çəkilişinə gəlmişik. 2 mərtəbəli evdir. Baxın, bu evin girişidir. Yəni, bura qaraj kimi deyirlər. Amma qapı biraz balacadır, girmir, maşın deyir. Oturmağa yeri çoxdur. Baxın, buradan evin içinə daxil oluruq. Bilən zəymi oturmuşuz, gəlin buranı baxaq. Dəhlizdir. Evin aşağı mərtəbəsində bir dənə mətbəx studiya var. Baxın, gələk göstərək. Bir yer isti poldur. Yəni, bura toplu pol deyirlər. Bir dənə və mətbəxlə birləşib bir balaca bir otaq var. Elə kukun studiya sayaq oranı. Oturmaq üçün gözəl bir yeri var. Baxın, bir dənə yuxarıları. Gördüyünüz əşyalardan da bəziləri qalacaq. Bəziləri demək olar ki, elektronikdən başqa hər şey qalacaq. Yəni, belədir. Burada da bir əl damı deyirlər. Belə bir yeri var. Yığma üçün pləkanın altıdır. Baxın. Yəni, dəhlizdə də, mətbəxdə də, pəncərəsi, hamısı işıqlandırması varıdır. Keçək ikinci mərtəbəyə. Keçək ikinci mərtəbəyə. İkinci mərtəbədə 4 otaq, bir sanuzel var. 4 yataq otağıdır. Bir dənə də sanuzeldir. Qalxdıq bura, bir dənə baxaq. İlk yataq otağından başlayaq. Təmirlidir. Gördüyünüz kimi əşyaların hamısı qalacaq. Elektronikdən başqa. Burada bir zaldır, yəni qonaq otağıdır. Baxın, çox bahalı divanlar zadı var. Onların hamısını saxlayacaq. Bir dənə götürüləcək buradan televizor qalanları qalacaq. Sonra yenə də keçirik ikinci yataq otağına. Dediyim kimi 3 yataq otağı, bir qonaq otağı var bu ikinci mərtəbədə. Burada bir dənə də yataq otağı var. Bu üçüncü yataq otağı. Baxın, çəkilişi. Hamısının da işıqlandırması vardır. Və burada sanuzel var. Bu ikinci mərtəbədə sanuzel var. Birincidə yox, ikincidə sanuzel var. Bu qədər, baxın, evin sənəti bələdiyyədir. Qiyməti çox ucuz verir. 88 minə deyir. Yəni, aşağı yeri var, əşyalarla bir yerdə. Yəni, əşyasız da götürmək istəyəndə, onun da aşağı razılaşa bilərsiniz. Siz əşyasız, siz əşya ilə. Evdə dediyim kimi çox yaxın bir yerdədir. Bu qədər xeyirlisin olsun. Gəlin götürün, alana da, satana da. İnşallah xeyirlisin qismət olsun.